Ukraynanın Rusiyaya atdığı dronlar Paşinyana çətin anlar yaşatdı. Təyyarəsi Moskvaya enə bilmədi. Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanının bağlı olması səbəbindən Moskvada eniş edə bilməyib və ehtiyat aerodroma yola düşüb. Report xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Paşinyanın təyyarəsi təxminən 1 saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləsə də bu mümkün olmayıb. Nəticədə Pulkovo aeroportuna göndərilən təyyarə gecə saat 1 radələrində orada eniş edib. Ermənistanın baş naziri Almaniya səfərindən sonra Moskvaya yollanıb. Rusiya paytaxtında o, Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında iştirak edəcək. Ukrayna dronlarının gecə Moskvaya hücumu ilə əlaqədar paytaxt hava limanlarında 170-dən çox reys gecikib.